Salam değerli yoldaşlar. Deməli bizim işimiz standart olarak helpdesk sahəsiyle məşğul olanlar gündəlik olarak şirkət daxilində və yaxud ofis daxilində yeni gələn işçilərin kompüterlərin format olunması, sazlanması, check-for update'lər olunması, təzə proqramlar yüklənməsi, ofis proqramları yüklənməsi, printerdə yaranmış problemlər olsun, Twist'də, router'da, rəklərdə baş vermiş hər hansı bir çatışmazlıq varsa, yəni hansısa bir qurğuda problem varsa, şəbəkə admini, sistem administratoru vasitəsilə onlardan aldıqları məlumatlar əsasında bu işləri görüb, qaydasına salıb, şirkət və ofisin işinin nətər deyərlər, işlərinin fasiləsiz təmin etmək üçün bir komandadır və bu helpdesk dediğimiz komanda. Gündəlik olaraq işlərimizdəki bəziləri üçün yüngül görsənsə də ağırdır. Yəni formatlama işi sürətli bir iş deyil. Bunu elə görəndə adamın canı çıxır da istərsə, yorğunçuluq. Gün ərzində də bir dənə gəlmir. 6-7 dənəsi birdən gələndə səhər 9-da iş başlayır. 6-ya kimi dayanmadan bu işi görürsən. Və bundan əlavə də başqa problem çıxanda gedib istifadəçilərə yaxınlaşmaq, eləmək, nə bilim telefonların konfigurasiyası olsun, bu yəni uzun çəkir. Və siz də əgər istəyirsinizsə gələcək üçün daha yuxarı levellərə atlamaq, ona görə helpdeski yaxşı biləsiniz ki, həm aparatif sistem administratoru olsun, istəyir network administratoru olsun, cyber security olsun və digər sahələr. Yəni helpdeski hardansa başlamalısınız, bilməlisiniz. Yəni birdən-birə atlamayın ki, mənə bura lazımdır, mən promoy cyber security olacağam, sonra nə bilim aparatif sistem administratoru olacağam, bir şey yoxdur. Ona görə bunları dərindən bilib, öyrənib, işləyib, irəli getmək lazımdır. Bunun üçün də çalışırıq. Bugün öz bilik və bacarımızı artıraq və sizlərə də bunlardan danışıb, sizlərə ən qısa variantda necə bu işi, dərsi, işi yiyələnməyi, öyrənməyi sizlərə çatdıracağıq.